mütləq şəkildə biz valideynlərlə çox işləməliyik. Mütləq bax, bu sizin veriliş kimi maarifləndirmə verilişlər olmalıdır, görüşlər olmalıdır. Biz valideynlərlə sıx işləyib onlara peşə məktəblərinin imkanlarını təqdim etməliyik ki, onlar görsünlər ki, həqiqətən də necə bizim belə imkanlarımız var. Bu istiqamətdə işlər görülür, amma daha çox iş görməliyik. Çünki beyinlərdə bir stereotip var. Məsələn, mən bəzən deyirəm, yox, mən istəmirəm, neynirəm peşə təhsilini. Amma sonradan anlayır ki, yox, gərək edəydi. Ona görə bu reallıqlar, bu maarifləndirmə tədbirləri, verilişləri çox olmalı. Necə düşünürsünüz? Bu məsələdə ümumiyyətlə sosial şəbəkələrin rolu nə dərəcədə qiymətləndirirsiniz? Ümumiyyətlə mətbuatında olsun istər. Yəni, hazırda mən dünən də müsahibə vermişdim. Mən düşünürəm ki, gördüyümüz işlər yetərli deyil. Biz daha geniş təbliğat aparmalıyıq. Daha geniş bilgilər verməliyik. Yəni, bu reallığın dəyişməsi üçün. Baxın, biz illərdir bu barədə danışırıq. Mən dünən statistikaya baxıram. Peşə müəssisələrinə qəbul olanların statistikası o qədər də ürək açan deyil. Baxın, bizim təxminən 200 minə yaxın arta gedir, 160 min ali təhsil alanımız var. Peşə təhsili 30 minə çatmır, 26-27 min. Və ona görə burada müxtəlif roliklərin hazırlanması, sosial mediada maarifləndirici təbliğatın aparılması, verilişlərdə bu məsələlərə geniş bir formada toxunulması, bu istiqamətdə məktəblərin özündə bu işləri aparmaq. Məsələn, ali təhsilə hazırlaşan 9, 10, 11-ci sinif şagirdlərlə, onların valideynləri ilə görüşlər təşkil etmək, onların həmən bax peşə məktəblərinə ziyarətlərini təşkil etmək, kolleclərə ziyarətlərini təşkil etmək, onlar yerində tanış olsunlar, baxsınlar. Biraz bizdə bilirsiniz, sanki insanlar düşünür ki, bu Sovet dövründə necə etsə, bugün də elədir. Amma bugün əslində isə ən müasir avadanlıqlarla, ən müasir texnika ilə bizim təmin olunan belə peşə məktəblərimiz var ki, və mən əminəm ki, valideynlər onu görəndən sonra bu barədə düşünəcəklər ki, biz övladımızı bu sahəyə də yönləndirə bilərik. Ona görə maarifləndirmə, təbliğat, yönləndirmə çox önəmlidir ki, insanların beynində bir dəyişiklik olsun və bir fərqli yanaşmaları biz görə bilirik. Belə bir söz də var, deyir, peşən olsun, ömürlük çörəyin olsun. Həqiqətən də bu belədir. Bəli. Yəni, çünki bu belədir. Baxın, indi mən qısa şəkildə, siz bugün avtomobil təmirində növbəyə durursunuz. Saç ustalarında növbəyə durursunuz. Başqa hansı sahədə var? Zəng edirsiniz ki, sən gedirsiniz ki, mən gəlmək istəyirəm, sizə bəzən deyir, yox, bugün vaxtım yox. Bir həftə qabaqdan hətta yazılanlar olur. Mən bu barədə çox danışmaq istəmədim, amma bugün peşə sahiblərindən biz daha asılıyıq.